Hər birinizə salam, kanalımın əziz və dəyərli izləyiciləri. Müğənni Bahar Lətif qızı internetdə böyüyən və hazırda Kəmalə Ağazadənin sığınacağında yaşayan Səbinəni toy münasibəti ilə onu xüsusi xonça hazırladıb toy günü Bakıda olmayacağı üçün öncədən hazırladığı hədiyyələrlə bu gün sığınacağa baş çəkib sənətçi Səbinəyə xoş arzularını çatdırıb. Bahar Lətif qızı sığınacaqda yaşayan balaca qızlarla da görüşərək onlarla səmimi söhbət edib duyğularına hakim ola bilməyib. Sənətçi öz həyat yolundan danışaraq kövrək anlar yaşayıb. Bir zamanlar mən də internetdə böyümüşəm. Akt zalında çıxış edəndə xəyal edirdim ki, nə vaxtsa xalqın sevgisi... Mən bilirəm ki, sabahları bizim qızımızın toyudur, Səbinənin toyudur. Amma mən orada ola bilməyəcəm. Kəmalə xanımın sığınacağındayam. Buradakı uşaqları bilirəm, Kəmalə xanım qədər heç kəs sevə bilməz. Yəni, o uşaqların ki, bəzilərinin anaları var ki, heç onların heç onun xəbəri yoxdur. Yəni, mən də Kəmalə xanım qədər sevə bilmərəm, amma mən Kəmalə xanımın yanında böyüyən uşaqlar qədər düşünməyi bilirəm. Çünki mənə çox yaxın, mənə çox, əsas, belə deyək də, ruhuma yaxın bir yerdir. Bunu insanlar bilir. Sabah Səbinəmizin toyudur, amma mən rayona çıxıram, Gəncəyə gedəcəm. Onun üçün bir ana kimi deyim də, xətrimizə dəyməz hər halda. Bir cehiz kimi deyək, bilmirəm. Onun üçün belə bir hədiyyə elədim. Bilmirəm nə qədər doğrudur, nə qədər səhvdir. İndi qaça-qaça gələcəklər, gediblər gəlin paltarını premyer amma içimdən gəldi. Səbinə qızım, xoşbəxt ol. Arzu edirəm ki, bu gözəl ananı inşallah, inanıram, bitirməyəcəksən. Çünki biz də bax, internet uşaqları olaraq bizim orada böyüdən anamız, Mila anamızı, Mila müəlliməmizi heç unutmadık. Sizə də baxanda onu xatırım verirəm. Çox sağ olun. Xoş gəldi. Xoş gəldi. Getdik. Gəl. İnşallah. Bahar xalabı sizə bax belə hədiyyələr gətirsin. Biz görmüşük qonşanı əslində oğlan evi gətirər. Yox elə, oğlan da bizimdir, qız da bizimdir, hamısı bizimdir. Sizə qismət olsun, mənim mələklərim. Bax, bu övladları üçün, bu qızları üçün Kəmalə xanımı mən hər saniyə izləyirəm, hər dəqiqə izləyirəm. Digər uşaq evlərimizdə var, orada da mənim dostlarım var. Allahdan arzum budur ki, əziyyətli yerdə qalmasın. Bir dənə bunu arzuluyuram. Hərfi olan olsa bizdə hərfi yoxdur, biz ancaq sizə gül deməli, seçdik. Bizim İkinizə də gül seçdi. uşaq sığınacağında Məsi qızımızın əl işləri var. Mənim qızıma hədiyyə göndərir. Mən də qızlarıma bunu hədiyyə götürərək deyəcəm ki, bunları saxlayın. Bilmək olmaz ki, ola bilər bir zamanı sonra mən olmayam, amma birdən görüşərlər, görüşəndə desin ki, bax, sənin verdiyin o hədiyyə məndədir. Hə, qızım? Əllərin var olsun. Gördüm səni. Onsuz da var, amma tanımış insan aktrisa olacaq. Şu, deməli, aktrisa müğənniyə hədiyyə verdi. Biri Sevgiyə, bir də Turanıya. Bunları da söz verirəm, saxlayacağım. Harada mənim qızlarımı gələcəkdə görsən, deyərsən ki, anana verdiyim hədiyyələri saxlayırsınızmı? Yaxşı mı? İnşallah.